İran Təhlükəsizlik Şurasının katibi Lalicanın çıxışında deyir ki, əgər müsəlman dövlətləri əlbir olsaydı, İran ətrafında birləşsəydi və yaxud İrana yardım eləsəydi, bir müsəlman koalisiyası yaranardı və öz maraqlarını, öz dövlətçilik maraqlarını qorumaq mümkün olardı müsəlman dövlətləri. Müarıqlığı çox gözəl şuardır, amma mən hərdən bir fikirləşirəm ki, bu fikrə insan niyə görə 2026-cı il martında gəlir? Niyə görə bu fikrə insan 1992-ci ildə deyildi? Çünki gözəl fikirdir, başa düşüləndir və qəbul olunandır. Niyə görə bu fikir yalnız Lalicanı ömrü boyu hakimiyyəti təmsil edən adam, İran hakimiyyəti təmsil edən adam bu fikrə yalnız bu vaxtı gəldi. 92-ci ildə əziyyət çəkib, Araz boyda çayın qarşısını alıb, bizim Zəngilandan olan qaçqınları Arazdan keçirərək Azərbaycanın digər bölgələrinə qaçqın kimi yerləşdirilməsi, hətta orada qaçqın şəhərciyi açıb, yardım eləmək, həmin bizim əhaliyə sağ olsunlar, yardım eləməyin əvəzinə bir neçə top ateşi ilə ermənin mövqelərinə ateş açsaydı və ermənilər bilsəydi ki, bizim arxamızda İran deyilən bir müsəlman dövləti durur və onlar da o riskə keçməzdi. Ancaq Rus və erməni qüvvələri bizim əli yalın xalqa qarşı birləşəndə, onları didərgin salanda, köçkün salanda, öz o torpaqlarından qovanda İran tərəfi yalnız yardım paylamaqla və Arazın qarşısını kəsməli. Niyə görə top ateşi ilə, bir neçə top ateşi ilə mənə elə gəlir ki, ermənilər də bilsəydi ki, hə, İran kimi bir dövlət, Şiə dövlətimiz bizim Şiə Azərbaycan tərəfindən çıxış eləyir və inanıram ki, 100% ermənilərin heç ağlına belə gəlməzdi bu müharibəyə başlamaq. Amma 2026-cı ildə özü döyüş meydanında tək qaldıqdan sonra ağrının, acının, insanların kütləvi qırğınını görəndən sonra bu fikrə gəlmək mənə elə gəlir ki, bu müsəlmançılıq deyil, nəsə başqa bir məsələdir.